Salam yoldaşlar, bugün mən sizlərə Müəllim Hazırlıq Mərkəzinin ədəbiyyat test topusundan Çingiz Aytmatovun əsərlərinin təhlilini verməyə çalışacağam. Deməli, başlayaq izahlara. Birinci sualdan başlayaq. Gün var əsrə bərabər əsəri ilə bağlı doğru fikirləri istəyir. Qazankapın ana beytdə dəfni zamanı Türk xalqlarının mərhumla vidalaşmaq ayini əksini tapıb. Ana beytdə yox. Ana beytdə dəfn eləyə bilmirlər. Onları ora buraxmırlar. Amma həqiqətən də Türk xalqlarının mərhumla vidalaşmaq ayinin əksini tapır, amma ana beytdə yox. Ona görə A bəndi yanlış olacaq. Dünyada olmayanların unudulması, xatirələrdən silinməsi sabit insan üçün təbii hal deyildir. Bu yanlışdır, təbii hal idi. Yedicey C bəndində Yedicey geri qayıdıb zonanın rəisini çağırır və ürəyindəkiləri ona danışır. Xeyr, danışa bilmir. O elə ürəyindən keçir ki, ora getsin, amma gedə bilmir. Arda-arda raketlər havaya qalxır və belə olduqda hamısı oradan qaçaraq uzaqlaşırlar. D bəndində deyir, Yedigey Sabitcana deyir ki, ehsanı verdikdən sonra inşallah bir də görüşmərik. Həqiqətən də var idi, bu məqama yer verilib. Ona görə bir də cavabımız olacaq D bəndi. E-də isə kosmodramda baş verən partlayış Yedigeyi sevindirirdi. Xeyr, elə bir məqama yer verilməyib. Ona görə cavabımız D bəndi olacaq. Keçək ikinci sualımıza baxaq. İkinci sualımızda isə deyilir ki, Manqurt əsərindən verilən hissədə hansı fikir çatdırılır? Doneybay quşu yolcuya rast gələndə onun yaxınlığında uça-uça səslənir. Yadına sal, kimlərdəsən, kimin oğlusan, adın nədir? Adın Doneybay, Doneybay. Ada deyir, Doneybay quşu çöllərdə yaşayır. Bu fikrə əsasən biz tapmalıyıq deyə, bu fikrə əsasən. Burada bizim cavabımız olacaq, insan xalqın tarixi təcrübəsini, keçmişini unutmamalıdır. Əsərin ideyası da budur. Ona görə biz burada B bəndini götürəcəyik. Qalan variantlarda isə doğru cavablar əks olunmayıb. C-də deyir, Rolmanın atasının adını xatırlaması üçün elə bir şey yoxdur. Manqurt yaddaşdan məhrum edilsə də milli yaddaşı qalır. Xeyr, elə bir şeyə də yer verilməyib. Atasının unudan Rolman Məcnun, xeyr, belə məqamlar yoxdur. Ona görə ən doğru cavab B bəndi olmuş olacaqdır. Keçək üçüncü sualla davam eləyək. Bircə dəqiqə qələmi seçək. Gün var əsrə bərabər romanına aid fikirləri doğru və yanlış olma baxımından uyğunlaşdırın. Doğru və yanlış olma baxımından. Baxaq. Bir də deyir, romanda vəzifəsini bəhanə edərək öz doğma dilində danışır. O, öz doğma dilində danışmır, rus dilində danışır. Ona görə bir yanlış olacaq. Dəfn mərasimində də ciddi yanaşmaların mövcudluğu mənəvi böhranı artırırdı. Xeyr, mənəvi böhranı artırmırdı. Bu da yanlışdır. Hadisələr Yedigeyin doğulmasından ölümünə qədər olan dövrə əhatə edir. Belə bir məqamına da yer verilməyib. Yadçı əsərdə bəşəriyyəti yeni manqurtların yarandığından xəbərdar edirdi. Bəli, Sabitcan kimi, Tanskbayev kimi manqurtların yaranmasından bizləri məlumatlandırır. Deməli, 3 yanlışımız olacaq, bir doğrumuz, cavabımız olacaq C bəndi. 4-lə davam eləyək. Manqurt əsərindən nəticə kimi verilən hadisənin səbəbini müəyyənləşdirin. Rolman sürünü qoyub getməyə ağlına da gətirmirdi. Çünki orada elə kitab cümləsidir. Ağası demişdi ki, sürünü gözdən qoymasın. Ona görə burada cavabımız A bəndi olacaqdır. Mən təhlillərini verəcəm. Ona görə 6-cı suala keçirəm. Manqurt əsəri ilə bağlı hansı element yanlış göstərilib? Mövzu manqurtlaşdırılmış övladını axtaran ananın acı taleyindən bəhs olunur. Doğrudur. İdeya, insan öz keçmişini, xalqının şanlı tarixini unutmamalı, daim yaşatmalıdır. Doğrudur. Problem milli yaddaşın itirilməsidir. Bu da doğrudur. Problemin həlli ananın oğlunu axtarması. Problemin həlli deyil axı bu. Ananın oğlunu axtarması problemin həlli deyil. Ona görə cavab burada D bəndi olacaq. Sujet ananın yaylığın quşa üçün final hissəsində baş verir. Bu da doğrudur. Keçək 7-ci sualımıza. Sabitcan və Yedigey obrazlarını müqayisə edərək uyğun fikirlər tapın. Deməli, ana beytdə dəfn olunan, baxın, ana beytdə dəfn olunmadı Qazankap. Ona görə axıra kimi oxumamış elə cümləni saxladım. Ana beyt deyil. Ona görə bir yanlışdır. Bizdən də uyğun fikirlər istəyir. Baxaq, Sabitcanın Yedigeyin ortaq cəhdi. Kosmodram gözətçisi ilə söhbəti uğurlu nəticələnmir. Biz bunu götürə bilərik. Orada istəyirlər ki, irəli ana beyt qəbirstanlığına getsinlər. Orada söhbətə Sabitcan da qoşulmuşdu. Fərqli cəhdlərinə baxaq. Mənəviyyatındakı boşluq ailəsindən kənarda böyüməsi ilə izah edilə bilər. Mənəviyyatındakı boşluq belə bir fərqli cəhəti
Mən boşluq adişə bölməsi ilə izah edir. Xeyr, ölmüş insanın harada dəfn olunmağının onun üçün fərqi yoxdur. Bu 7-ciyə aid deyil, Sabitcana aiddir. Ona görə də 4-ü də götürəcəyik. Buradan da 2-ni götürdük. 2, 4 cavabımız olacaq B bəndi. 8-də əsərin məzmunu ilə bağlı hansı fikir yanlışdır? Sövdəgərlərin danışığını eşidən Nayman ana Ağmayanı hazırlayıb səfərə çıxır. Bu doğrudur. Sonra deyir, Jolman yaralananda atı döyüşün hay-həşirindən qorxub Jolmanlarla birlikdə düşman tərəfə qaçır. Bu da doğrudur. Ana oğlun onu oxla vurmaq üçün pustuğunu görmürdü. Bu da doğrudur. Jajuanlar manqurtu başa salırlar ki, yanına gələn qadın onu öldürmək üçün gəlir. Baxın, burada bu yanlışdır. Niyə cavabımız D bəndi olar? Çünki onu öldürmək üçün gəldiyini demirlər. Deyirlər ki, anan ona görə gəlib ki, sənin başındakı papağı çıxartsın. Ona görə deyir, sənin yanına gəlir. Belə olduqda onlar deyir, manqurtlar üçün də o pis hal idi da, papağın başdan çıxarması. Ona görə bu yanlış olacaqdır. Cavabımız D bəndi olacaq. E'də isə Nayman ana oğlunun yaddaşını diriltməyə çalışsa buna nail olmur. Həqiqətən də nail ola bilmir. Ölümü ilə də nəticələnir. 9-a baxaq. Manqurt əsərinin məzmunu ilə səsləşən atalar sözlərini seçin. Qanı qanla yumazlar. Belə məqam yoxdur. Ana bala ucundan canını oda yaxar. Cavabımız B bəndi olacaq. Çünki həqiqətən də ana balası üçün axırda ölümə gedir. Zəhmət çəkməyən bal yeməz. Belə məqam yoxdur. Sonrakı peşmançılıq fayda verməz. Belə bir məqama da yer vermir. Elm ağlın çırağıdır. Elə ən doğru cavabımız B bəndimiz olacaqdır. Davam eləyək. Axırıncı sual 9-dur. Onu tapaq. 7C obrazı ilə bağlı qurulan cədvəldən bütün yanlış fikirləri seçin. Deməli, xarakteri güclü mənəviyyata sahibdir. Həqiqətən də güclü mənəviyyata sahibdir. Ona görə birləri çıxırıq. Ətrafda baş verənləri düzgün dərk edir. Həqiqətən də o düzgün dərk edirdi. Əməli Qazanqapın dəfnində vəsiyyət edir ki, onda ana beyitdə. Ana beyit deyə bir şey yoxdur. Orada Malaka nəsə yarağan var idi, adını deyə bilmədim, üzrü sayın. Orada dəfn olunmuşdu. Sonra, yəni 3-də yanlış olduğunu, 3-ü götürəcəyik, yanlış fikirləri istəyir. 4-ə baxaq. Dəfindən sonra Sabitcan təklif edir ki, sabah bir yerdə kosmodroma getsinlər. Həqiqətən də bu məqama yer verilir. O da deyir, dərsən sən istəyirsən məni vəzifədən çıxarsınlar. 4-ü də çıxanda cavabımız qalmış olur. Yenə də baxaq. 5-də deyir, insanlarla mülayim, mehriban davranmağa çalışır. Həqiqətən elədir. Sabitcanın vəzifə hərisliyinə görə onu dəfnə çağırmaq istəmir. Xeyr, elə bir məqama yer verilmir. Sadəcə deyir ki, laqeyd övladdır da. Atasının xəstə olduğunu ona əvvəlcədən məlumat vermişdi, amma övladı gəlməmişdi onun yanına. Ona görə cavabımız E bəndi olacaq. 11-də Nayman ana obrazına əsasən cədvəldəki uyğunsuzluğu müəyyən edin deyir. Xarakteri Nayman ananın ailə canlıdır. Oğlu üçün mübarizə aparır. Oğlu üçün, bəli. Oğlu üçün mübarizə aparır. Mübarizə aparır deyəndə bu onun əməli olar, xarakteri olmaz. Ona görə 2 burada yanlışdır. Məqsədi övladını xilas etməkdir. Bəli, övladını xilas etməkdir. Oğluna vətənin tarixini xatırla. Tarixini hələ bir özünün yaddaşını, adını, hardan olduğunu xatırlada bildi ki, yəni tarixini də xatırlatsın. Ona görə cavabımız 2-4 olar, böyük ehtimal. E bəndi olar. 5-də oğluna kim olduğunu başa salmağa çalışır, həqiqətən də başa salmağa çalışır. Bəli, cavabımız E bəndi olacaq. 12-yə baxaq. Obrazların həyata baxışını nəzərə alaraq bütün uyğun fikirləri seçin deyir. Tanıskbayev komandiri ilə belə doğma dildə danışar. Doğma dildə danışmır. Ona görə biri yanlışdır. Baxaq, Sabitcan əgər ona təklif edəcəyin iş vəzifəsi üçün təhlükəsiz qəbul etməyəcək. Həqiqətən də elədir. Vəzifəsinə görə o orada 7C ona deyir ki, gedək bir kosmodrom rəhbəri ilə də danışaq. Lap lazımdırsa şəhərə gedək, onların böyüklüyü ilə danışaq. Orada deyir ki, deyəsən sən məni vəzifədən attırmaq istəyirsən. Ona görə 2-ni götürəcəksiniz. Bacısı çətinliklə düşərsə ailəsinin işini şərdə qoyub dərhal yardımına gəlir. Heç atasının yanına gəlməmişdi o. Ona görə də bu məqam onun üçün yanlışdır. Sonra 2-ni götürəcəyik. Elə 2-ni götürəcəksə cavab C qalacaq. 7-ci, əgər həyat yoldaşı hansısa xalq bayramını evdə qeyd etmək istəsə buna qarşı çıxar. Belə bir məqam heç vaxt olmaz. Çünki tarixinə, kökünə bağlı bir obrazdır. Fürsət düşdükcə Qazanqapın qəbrini ziyarət edər. Bəli, bu doğrudur. 13-ə baxaq. Manqurt əsəri ilə bağlı hansı fikir doğru və yanlış olma baxımından fərqlənir? Ada deyir, Jajuanlar əsir tutduqları insanlar çox amansız rəftar edirdilər. Doğrudur.
Əsrin qonşu ölkələrə satılması onun üçün faciə idi. Xeyr, faciə yox. Şans idi, yəni əlverişli idi. Canlarını qaçıb qurtara bilərdilər. C-də əsrin başına zif keçirib onun yaddaşını silirdilər. Doğrudur. Zif qart dəvə dərisindən idi. Doğrudur. Boyun dərisini kəsirdilər. Buğu da başı yenicə qırxılmış əsrin başına keçirirdilər. Başına zif keçən əsl ölməyəndə manqurta çevrilir. Bu da doğrudur. Cavabımız onda bir dənə yanlışımız B bəndindədir. B olacaq. 14-ə baxaq. Eyler-Venn diaqramındakı uyğun fikirləri seçin deyir. Tam cavabı istəyir. Əsərdə gün var əsrə bərabərindən dəli kür. Əsərdə milli mənəvi dəyərlərin qorunması fikri də qabardılır. Mən bunu ortaq götürərəm. Çünki dəli kürdə də bu var. Gün var əsrə bərabərdə də var. Dəli kürdə torpaqların alınması hissəsində məncə belədir, yəni var. Milli mənəvi dəyərlərin qorunması fikri orada daha da qabardırılır. 2-də hadisələr baş qəhrəmanın ölümü ilə sona çatır. Baş qəhrəman dəli kürdə ölüm hadisəsi olur, amma gün var əsrə burada Cahandar ağa rəhmətə gedir, ölür, yəni özünü kürə atır. Amma gün var əsrə bərabərdə baş qəhrəmanın ölümünü görmürük. Baş qəhrəmanının oğullarından biri təhsillidir. Həqiqətən Əşrəf idi, səhv eləmirəmsə. Əşrəf orada ali təhsil alırdı. Bəli, Əşrəf idi oğlanın adı. Cavabımız olacaq C bəndi. 15-də səbəb nəticə cədvəlindəki uyğunluğu müəyyən edin. Səbəb kosmodramda qəza nəticəsində partlayış olur. Yedicik qorxub qaçır. Xeyr. Ana beytdə dəfnə icazə verilmir. Yedicik ölkə rəhbərinə şikayət edir. Xeyr. Oku bala qazan qapı ölüm xəbərini yedicik növbətdən evə qayıdır. Bunu da götürməyəcəyik. Çünki hələ birinci deyir get xəbər ver, sonra yerinə adam gəlməlidir, ondan sonra qayıtmalı idi. Sabitcan gözətçiyə hansı təşkilatdan olduğunu deyir, gözətçi qonaq içəri buraxır. Xeyr, buraxmır. Yergər anlayış